Suyun önləmləri Fətəlxan Xoyski 140 mənzil 28-ci sakini olmuşam. Hal-hazırda mən kirədə yaşayıram. Biz bu qəzalı vəziyyətdə, kəskin qəzalı vəziyyətdə yaşayırıq bu binada. 50 ildir mən özüm yaşayıram burada. Yəni ki, burada Fövqəladə Hallar Nazirliyində aktı var ki, bu bina təcili köçürülsün, əhali təcili köçürülsün, bütün kommunikasiya xətləri kəsilsin. Bu işi də Gold MMC şirkəti götürüb öz boynuna 1 ildən yuxarıdır. 1 ildən yuxarıdır. 110 nəfər əhali çıxıb 2 binada. 110 nəfər əhali o birlərə görə məsələn ziyan çəkir. Sabah şirkət bankrot olsa, müflisləşsə, bizə kirə pulu vermə, biz kirəyə çıxmışıq. Çünki məcburiyyət qarşısında qalacaq ki, küçədə qalır. Fətəlxan Xoyski 140-nın, bu Fətəlxan Xoyski 138 A-nın binasından 40 nəfər köçüb. Kirəyə çıxırlar. Amma hal-hazırda bu iki binaların hamısının aktı var Fövqəladə Hallar Nazirliyinə. Əhali təcili köçürülməlidir. Mən də əhalinin də xahişi budur ki, gəlsin Nərimanov rayon icra hakimiyyəti. Cəmiyyətlə maarifləndirici söhbətlər eləsinlər, başa salsınlar ki, çıxmaq lazım. Bu gözləməyənə adı yoxdur. Bütün cəmiyyət. Buradan bax, yuxarıda azalıq düşsə, burada qadın yemək hazırladığı o maşın. Bütün bunu hamı bilir. Fövqəladə Hallar Nazirliyinə gəldilər, baxdılar. 102-yə də zəng elədik, icra hakimiyyəti gəlir. Hamının xəbəri var. Hardasa 65-70 sakinlər.